buradan oxumalıyam. Rusiyanın Türkiyənin yaradılmasında birbaşa əməyi olub. Yəni Rusiya Türkiyənin yaranmasında əməyi olubdu. 1900-1922-ci illərdə Sovet Rusiyası türk millətçilərinə 39 min tüfəng, həmin vaxta görə çox böyük rəqəmlərdir bunlar. 327 pulemyot, 54 top, 63 milyon tüfəng gülləsi, 147 min mərmi, 2 patrul qayığı, 200 kiloqram qızılgülçə və 10 milyon türk lirəsi daxil olmaqla zəruri silah və maliyyə resursları təmin etmişdi. Yəni 10 milyonluq da bir türk lirəsi dəyərində də əlavə yardımlar olub, digər silahların alınması. Bunlar böyük rəqəmlərdir həmin dövrə görə. İndiki dövrdə belə, yəni bu qədər silahı sən hansısa bir quruma versən, təşkilatlanmış bir quruma versən, vurub dağıdarlar. Həmçinin diplomatik dəstək də Sovetlər Birliyi tərəfindən çox böyük olub Türkiyəyə. Yəni Ruslar olmasaydı, Türkiyə adlı biz bir dövlət görməyəcəkdik çox güman. Həmçinin türklər Yunanlara, Avropalılara və ermənilərə qarşı mübarizə apara bilməyəcəkdi. Türklər erməniləri, Yunanları sırf rusların köməyi ilə məğlub etdi. Bu tarixi bir faktdır. Bunun haqqında məqalələr var, faktlar var. Arxivdə araşdırılmamış yüzlərlə də məlumatlar var.